Digər xeyri, Quran əzbərləməyə çətinlik çəkən şəxsin 2 qat xeyri var, hədislərimizdə var. İnsan var ki, onun zehni biraz zəifdir, gec qəbul edir, amma oxuyur, əzbəri, onun 2 qat xeyri var. İnsan var, zehni təmizdir, rahatca yaddaşına qalır. İnsan var ki, yox, məsələn, onun zehni çətindir də, gec qavrayandır, onun savabı 2 qatdır. Mən yadıma gəlir, mən o vaxtı oxuyanda, Nadaranda, mən o vaxtda 14 yaşım var, 15 olmuşdu, 15 belə deyil. Sonra 15 oldu. Bizim təvəllüd yaşımız var idi, 69 təvəllüd idi. Mən 81-əm. Bizdən 12 yaş böyük idi. Mən oxuyuşlar ki, 80, 81, 82 eyni yaşlı olan ruhanlar idi. İndi bəzisi hal-hazırda fəaliyyət göstərir. O, məsələn, yaşlar çox idi. Sinifimizdə ən böyük o idi. Və özü gec qavrayan idi. O çox əzəl çəkir yəqin dərsdə. Bizim zehnimiz təmiz, yaşımız az. Müəllim qəşəng oxur ərəbdən, farsdan, əqaid dərsi, filan dərs, filan rahat anlayırdıq. Amma bunun çətinliyi həqiqətən çox olurdu. Bir dərsə sual cavab bilirdi. Deyir bəhsi də ay dünyasını dəyişir, Allah onu şahidlər sənə, həm o təvəllülaşımız. Ay filan kəs, bu nə qədər sual verirsən sən, bir bizdən soruşurdu, bəhs edirdi. Bir məsələn ustaddan otağa gedirdi, mən bu başa sağ əl çəkmirdi. Çox həvəsli idi. O elə şəxsin savabı 2 qatdır. O gəlsin, Quran əzbərləsin, elmi öyrənsin, o 2 qatdır. Niyə? Çünki əziyyətlə adam bir şey əldə edir. Digər xeyri, Quran-ı Kərimi hifz etməliyik. Quran ayələrinə əməl etməliyə bir müqəddimədir. Bir girişdir. Əzbərləyə bu səbəb olar, bu şərait elədir ki, sən hafiz Quran ayəsinə əməlləyəsən. İmam Sadiq Rəstan buyurur ki, Quran hafizi, Quran ayələrinə uyğun əməl edərsə, ilahi səfirlərlə olacaq bir yerdə, olacaq peyğəmbərlərlə, məsumlarla cənnətdə. Deməli, hafizin mənəvi cəhətdən kamilliyinin ilkin şərti nədir? O ayələrə əməl etməlidir. Hələ məsələn, halva deyim, al şirin olsun, yox, hafizə, yaşıl işıq, vəssalam, elə şey yoxdur, kətlər də var. Oxuyacaq inşallah, niyyət nə olmalıdır burada? Bəlkə reklam üçün əzbərləyirsən. Bəlkə məsələn, mən hafiz olum, kimisə hafiz olmayanı biabır eləyim, o üçün əzbərləyirsən. Onda yox, o heç. O savabı yoxdur. Onda əzbərləmə. Əgər görsən, müəyyən xarab bir şey var, o işi addım atma. Təmizlə sonra. Necə biz ağacın əvvəlcə ətrafını təmizləyirik, halaq edirik, otdan, koldan, ta inkişaf eləsin. Bu ilahi bir nemətdir ki, İmam Əli Rəslam da dua Kumeyl duasında deyir ki, İlahi, mənim dilimi sənin zikri etməliyə məşğul elə. Digər xeyri, mənəvi cəhətdən Quran hafizliyinin, Quran-ı Kərimi əzbərləməliyinin digər mənəvi olan xeyri, əzabdan amanda qalmaq. Quran hifzi ilə məşğul olan şəxs hədislərə əsasən Allah da onu uzaq edər cəhənnəm əzabından. Peyğəmbər buyurur ki, Quran-ı Kərimin yer aldığı qəlbi Allah təala qiyamət günündə incitməz, ona əzab verməz.